13 aprel 2025-ci il 9-cu sinif buraxılış imtahanına düşən sualların izahına baxırıq. 57-ci sual. X bölü 5 bərabərdir 21 böl 15. Tənlikdən X-i tapmaq lazımdır. Tənasübün kənar ədlərin asılı orta ədlərin asılına bərabərdir. Ona görə çarpaz vurub bərabərləşdiririk. 15 vur X bərabər 5 vur 21. 105. Buradan da X tapmaq üçün 105 15'e bölürük. 7. Doğru cavab 57-də C variantı. 58 nömrəli sualda bizə belə bir çevrə verib. Burada şəkli biraz böyütsək. Deməli A, B, C. O nöqtəsi də çevrənin mərkəzidir. A, B, O 22 dərəcədir. A, C, O 28 dərəcədir. Bizdən B, A, C bucağını istəyir. Bura bir X yazıram. Biz bilirik ki, eyni bir qövsə söykənən mərkəzi bucaqla daxili bucaq, mərkəzi bucaq daxili bucaqdan 2 dəfə çoxdur. Bunlar hər ikisi də BC qövsünə söykəndiyinə görə A bucağına X yazsam, O bucağı 2x olacaq. Sonra bizim belə bir qaydamız var. Həndəsənin əsas anlayışlarını yadınıza salın. Belə bir fiqurda X, Y, Z olanda bunların üçünün də cəmi kənardakı bucağı verir. Aydın oldu. İndi bu qaydaya görə X üstəgəl 22 üstəgəl 28 bərabər 2x olar. Buradan bu tənliyi əlləsə X bərabər 50 dərəcə alınır. O da bizdən elə nəyi soruşurdu? X-i soruşurdu. BAC bucağın doğru cavabımız nə olur? C variantı. 59 nömrəli suala baxaq. Hansı nöqtə Y bərabər -2x plus 6 qrafiki üzərindədir? Bu mütləq cavablarını işləmək lazımdır. Çünki bunun üzərində sonsuz sayda nöqtə yerləşir. Deməli, nə edəcək? Bir nöqtələri gətirib yerinə qoyacaq. Yazıb A bəndində -5, 16. Biz bilirik ki, birinci gələn X olur, ikinci gələn Y. Gətirib burada X-in yerinə 5 yazıram, Y-in yerinə 16. Doğru bərabərliyi alınsa, deməli, bu nöqtə bu qrafikin üzərindədir. Y-in yerinə 16 yazıram, -2 vurulsun, X-in yerinə də -5 yazıram. Olur 16 bərabərdir, bu da eləyir 16. Yəni, X-a -5 yazanda Y-də 16 alınırsa doğrudur. Amma digərlərində X-i yerinə yazsaq, Y alınmayacaq. Deməli, doğru cavabımız nə oldu? A variantı. -5, 16. 60 nömrəli suala baxaq. Deməli, 60 nömrəli sualda bizdən kəsri ixtisar eləməyi tələb edir. Biz bilirik ki, hər hansı bir kəsri ixtisar eləmək üçün surət və məxrəci vuruqlarına ayırmaq lazımdır. Surət və məxrəci vuruqlarına ayırsaq, sonra ixtisar eləyə bilərik. Surətdə 4 dənə hədd görürük. Bunları 2-2 qruplaşdıracağım. İlk 2 dənədən mötərizə xaricinə nə çıxır? Yox, buradan heç nə çıxmır. Birinci ilə üçüncüdən çıxara bilərik. Birinci və üçüncü həddən mötərizə xaricinə nə çıxır? Hər ikisində nə görürsünüz? M görürsünüz. M-i çıxarıram mötərizə xaricinə, qalır M çıx N. Sonra ikinci və dördüncü hədlərə baxın. Mötərizə xaricinə nə çıxır? Müsbət 5-i çıxarıram. Müsbət 5-i çıxaranda burada müsbət 5 M-dən qalır M. Çıx 5 N-dən də qalır çıx N. Məxrəcdə nə görürük? Müxtəsər vurma düsturu. A kvadrat çıx B kvadrat düsturu. 25 çıx M kvadratını yazıram. 5 çıx M vurulsun. 5 üstəgəl M. Sonra surətdə hər ikisində nə görürəm? M çıx N görürəm. M çıx N-i çıxarıram mötərizə xaricinə, qalır M üstəgəl 5. Məxrəcdə də qalır 5 çıx M vurulsun. 5 üstəgəl M. Biz bilirik ki, 5 üstəgəl M və M üstəgəl 5 eyni şeydir. Ona görə ixtisar gedir. Artıq biz vuruqları ayırmışıq, hasil şəklinə gətirmişik və ixtisar eləyə bilərik. Surətdə qaldı M çıx N, məxrəcdə qaldı 5 çıx M. Cavab hansıdır? M çıx N, 5 çıx M. B variantı. 61 nömrəli suala baxaq. 61 nömrəli sualda bizə sadə bir hesablama verib. 56 vurulsun -15, 14 vurulsun, mötərizədə 20 çıxılsın, 5 vur 10. Mən burada 56 vur -15 olduğu kimi saxlayıram. Niyə görə vurmuram? Çünki hasildir. Cavabı ixtisar eləyəcəm. 14 vurulsun. Mötərizənin içini hesablayaq. Əvvəl 5-i 10-a vururam. 50, 20-dən 50 çıxanda -30. Burada -30 ilə -15-in hər ikisini -15-ə bölsəm, burada 1 qalar, burada 2. 56 ilə 14-ün hər ikisini 14-ə bölsəm, burada 1 qalar, burada 4.
Surətdə qaldı 4, məxrəzdə qaldı 2. Doğru cavabımız nə elədi? 2. Bu da hansı variantdadır? D variantı burada düşməyib. Doğru cavabımız nə oldu? D variantı 2. 62 nömrəli suala baxaq. Deməli, tənliklər sistem verib 2x üstəgəl y bərabər 0, x çıx y bərabər 6. Buradan x-i tapmaq tələb olunur. Bunu toplama üsulundan həll edək. Alt-alta toplayaq. 2x ilə x-i toplayanda 3x, müsbət y ilə də mənfi y toplayanda bir-birini aparır. 0 ilə də 6-nı toplayanda 6. Buradan x-i tapmasını 6-nı 3-ə bölürük. Doğru cavabımız nə olur? 2. Burada da 2 hansı variantdadır? Y variantında doğru cavab 2 olacaq. 63 nömrəli suala baxaq. Deməli, düzbucaqlının uzunluğunu 40%, enini 20% azaltdıqda bir düzbucaqlı çəkək. Uzunluğunu 40% azaldıq. 40% azaltmaq üçün nəyə vururduq? 0.6-ya vururduq. Yəni 100-dən 40 çıxırıq 60%. 60% də kəsrə çeviririk. Yəni 100-ə bölürük 0.6. Enini 20% azaldıq. 20% azaltmaq üçün 100-dən 20 çıxırıq 80%. Faizdən kəsrə keçmək üçün 100-ə bölürük 0.8. Sahəni tapmaq üçün eni uzuna vururuq. 0.8-i 0.6-ya vururam. 0,48. Buradan da faizə keçmək üçün 100-ə vururam. 48% oldu. Axı bizdən soruşmur neçə faiz oldu. Neçə faiz azalar deyir. Hər bir şey normalda başlanğıc halda 100%-dir. Gəlib 48% olub. Neçə faiz azalıb? 52% azalıb. Doğru cavabımız Y variantı. 64 nömrəli suala baxaq. Deməli, tərəfi 12 olan kvadratın perimetrini istəyir. Çox asan bir sualdır. Kvadratın bilirsiniz ki, bütün tərəfləri bir-birinə bərabərdir. Perimetrini tapmaq üçün 12-ni 4-ə vururuq. Olur nə? 48 cm. Doğru cavabımız nə oldu? B variantı. 65 nömrəli suala baxaq. 3 vurulsun x çıx 2 bərabərdir 6. Tənliyi həll edək. Əvvəl mötərizəni vurub açıram. 3x çıxılsın 6 bərabər 6. Mənfi 6-nı sağa keçirdirəm. Müsbət 6. 3x bərabərdir 12. X-də tapacaq 12-ni 3-ə bölürəm 4. Doğru cavabımız oldu 4. Hansı variantdadırsa 4-ü götürəcəyiz. 66 nömrəli suala baxaq. Əvvəl gəlin burada şəkli səliqəli çəkək. Deməli, bu bucağı verib 90 dərəcə. O, C, B, D, A. Bu bucağı verib 25 dərəcə. Bizdən A, O, D bucağın. Bax, bu X bucağın istəyir. Bura 90 dərəcədirsə, biz bilirik ki, 90 dərəcənin qonşusu da 90 dərəcədir. Çünki açıq bucaq 100. Deməli, AOC də 90 dərəcə olmalıdır. Yəni, X-dən 25-in də cəmi 90 olmalıdır. 90-dan 25 çıxırıq, olur nə? 65. Və yaxud bu üçü də birləşəndə bunlar neçə dərəcə olur? 180 dərəcə. X üstəgəl 25 üstəgəl 90 açıq bucaqdır, yəni 180 dərəcə. Buradan da X-i tapmaq üçün 180-dən çıxıram. 90-dan 25-in cəmi neçə eləyir? 115-i. Buradan da X olur neçə? 65 dərəcə. Doğru cavabımız A variantı 65 dərəcə. 67 nömrəli suala baxaq. Deməli, C vurulsun x plus y çıxılsın, D vurulsun x plus y. Çox əlini vurğulara ayırmaq tələb olunur. Burada hər ikisində nə görürük? Ortaq vurğu x plus y. Ortaq vurğu çıxarıram mötərizə xaricinə. Burada qalır nə? C çıxılsın D. X plus y vurulsun C çıxdı. Vurğulara ayırdıq. Yəni, hasil şəklində göstərdik. Hansıdır bu cavab? X plus y C çıx D. Y variantında. Yoxsa yox. Hansı variantdır bu? D variantında. X üstəgəl y vurulsun C çıx D. 68 nömrəli suala baxaq. İlk 10 natural ədəddən təsadüfən seçilmiş birinin sadə ədəd olma ehtimalını tap. Deməli, ehtimalı tapanda biz nə edirdik? Bütün halların sayı məxrəzdə yazırıq. Bütün halların sayı məxrəzdə yazılır. Əlverişli halların sayı, yəni məsələdə bizdən nə soruşulursa, onların sayı surətdə yazılır. 10 dənə ədəd var. Bütün halların sayı nədir? 10 dənə. Elədir.
Bu bütün hallar. Əlverişli hallarda sadə ədədlərdir. Burada birdən 10-a qədər hansı ədədlər sadədir? 2, 3, 5, 7 sadə. 4 dənəsi sadədir. Elədir. Bu da nədir? Əlverişli hallar. Deməli 10 bütün sayılar məhduddan 4-ə surətdə. 10-da 4 də ixtisar edəndə 2-yə nə qalır? 5-də 2. Doğru cavabımız nə oldu? C variantı 5-də 2. 69. Kubun tilini 2 dəfə azaltsa həcmi neçə dəfə azalır? Əvvəl kubun həcmi düsturunu yazaq. Kubun həcmi V bərabərdir nədir? A kubu. Burada mən A-nı 2 dəfə azaltsam, həcm neçə dəfə azalar? 2-nin kubu dəfə azalar. 2-nin kubu nə eləyir? 8. 8 dəfə azalar. Çünki həcm tildən kub asılıdır. Kubik asılıdır. Til neçə dəfə artsa, həcm onun kubu dəfə artacaq. Til neçə dəfə azalsa, həcm həmin ədədin kubu dəfə azalacaq. 2-nin kubu 8. Doğru cavabımız nə oldu? C variantı. Sonra 70 nömrəli suala baxaq. Əkob 18-36 üstəgəl əbob 10-11. Deməli, bir ədəd o birisinə bölünürsə, əkob böyük ədəd götürürdü, yəni bölünəni, əbob kiçik ədəd, yəni böləni. Burada görürük 36 18-ə bölünür. Əkob olaraq hansını götürürük? Böyüyünü, 36-nı, yəni bölünəni. Üstəgəl 10 ilə 11 necə ədəddir? Qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbobu nəyə bərabərdir? 1-ə bərabərdir. 36-nın üstə 1 gəlirik, 37. Doğru cavabımız Y variantı. 37. Aydın oldu. 71 nömrəli suala baxaq. Deməli, 71 nömrəli sualda bizə 3 dənə çoxluğu verib. A çoxluğu 1, 2, 4, 5, 6. B çoxluğun verib 0, 1, 2, 3, 5. C çoxluğun verib 0, 1, 3, 6. Soruşur ki, A kəsişmə B fərqi C ilə fərqi. A kəsişmə B-nin C ilə fərqi. Yəni oxunuşu belədir. Deməli, əvvəl A ilə B-nin kəsişməsini tapaq. A ilə B-nin kəsişməsində də ortaq elementlər. 1 ilə 1 ortaqdır, 2 ilə 2 ortaqdır. Başqa nə ortaqdır? 5 ilə 5 ortaqdır. Ortaq elementlər olur nə? Kəsişmə. Deməli, kəsişmə oldu 1, 2, 5. Bunların C ilə fərqini yazaq. C də nədir? 0, 1, 3, 6. Fərq o deməkdir ki, birincidə olub, ikincidə olmayan elementlər. Birinci, yəni kəsişmədə 1, 2, 5-də olsun, 0, 1, 3, 6-da olmasın. Hansı elementlərdir? 2 və 5-dir ki, birincidə var, ikincidə yoxdur. Doğru cavabımız nə oldu? D variantı. 72 nömrəli suala baxaq. AB 2 rəqəmli ədədi üstəgəl BA 2 rəqəmli ədədi bərabər 88 vurulsun A çıx B. Buradan soruşur ki, AB 2 rəqəmli ədədini tapın. Əvvəl AB-nin açılışını yazaq. Necə idi 2 rəqəmli ədədin açılışı? 10A üstəgəl B. BA-nın açılışı 10B üstəgəl A bərabər 88-i vurub mötərizəyə açıram. 88 A çıxılsın 88B. Burada nə edək? B-ləri sola yığaq, A-ları sağa yığaq. B üstəgəl 10B üstəgəl 88B bərabərdir 88A çıx 10A çıx A. Keçirdim B-ləri sola. Oldu neçə? 89 üstədə 10 99B bərabərdir. 88-dən 10 78-dən də 1A çıxanda 77A. Düz oldu. 77. Hər tərəfi 11-ə bölək. 9B bərabərdir 7A. Buradan A və B hansı rəqəmlər ola bilər? Bilirik ki, AB 2 rəqəmli ədədi verilibsə, A da rəqəmdir, B də rəqəm. B 7 olacaq, A 9. Onda AB 2 rəqəmli ədədi neçə olacaq? 97 olacaq. Doğru cavab 72-də nədir? 97. (73 nömrəli suala baxaq. Deməli, 2 vurulsun. Burada mötərizə var. 2-də 2 tam %85-in kvadratı üstəgəl 2-də 7 tam %15-in kvadratı üstəgəl 2 tam %85 vurulsun 7 tam %15. 2-ni vurub mötərizəyə açıram. Deməli, bir bunların üçünə də vururam. Birinci ədədə vuranda məxrəclər ixtisar gedir. Qalır 2 tam %85-in kvadratı. 2-ni bura vuranda ixtisar gedir. 7 tam %15-in kvadratı. Üçüncüyə də vuranda elə 2 vurulsun. 2 tam %85 vurulsun. 7 tam %15.
Elədir. Mötərizə bu bizə hansı mötərizənin müxtəsər vurma düsturunun açılışını verir? Birincinin kvadratı, ikincinin kvadratı və hasilin 2 misli. Bu bizə verir A plus B-nin kvadratı, yəni 2 ədəd cəminin kvadratı. 2 tam %85 üstə gəl 7 tam %15-in kvadratı. Bunları da toplayanda eləyir 10. Onun da kvadratı eləyir neçə? 100. Aydın oldu. Doğru cavabımız nə oldu? 100. 74 nömrəli suala baxaq. Deməli 74-də yazıb ki, 2 dənə bərabər tərəfli üçbucaqdır. Gəlin çəkək bunları burada. İki dənə bərabər tərəfli üçbucaq. Biri böyükdür, biri kiçik. Deməli LMN ABC'dən 16 dəfə böyükdür. Bu LMN olsun. Bu da ABC. Deməli, sahəsi sahəsindən 16 dəfə böyükdür. ABC-nin perimetri 9-dur. Biz bilirik ki, sahələr nisbəti oxşar fiqurda xətti ölçülərin kvadratları nisbətidir. Sahə xətti ölçülərin kvadratıdır. Deməli, sahə sahədən 16 dəfə çoxdursa, tərəf tərəfdən 4 dəfə çoxdur. Çünki tərəfin kvadratı sahə eləməlidir. Deməli, tərəf 4 dəfə çoxdur. Tərəf deyəndə ümumiyyətlə xətti ölçü deyək də 4 dəfə çoxdur. Tərəf də 4 dəfə çoxdur. Perimetr də 4 dəfə çoxdur. Hündürlük də 4 dəfə çoxdur. Median da 4 dəfə çoxdur. Aydın oldu? Xətti ölçü 4 dəfə çoxdur. Onda bunun perimetri nə olacaq? 9-u 4-ə vururuq. Olur necə? 36. Perimetri 36-dırsa, o da bizdən nə soruşur? Bir tərəfin soruşur. Bərabər tərəfli üçbucaqdırsa, 3 tərəfinin cəmi 36-dırsa, bir tərəfinə nə düşəcək? 12. Yəni 3A bərabər 36, A da bərabər 12 cm. Doğru cavabımız nə olacaq burada? 12. Əslində burada santimetr verməyib, belə 12 cavabını götürək. 75 nömrəli suala baxaq. Deməli, 75 nömrəli sualda qarşı təpələrindən biri koordinat başlanğıcda, digəri B8-8 nöqtəsində olan kvadratın sahəsini tapaq. Çəkək koordinat sistemi. Deməli, təpə nöqtədən biri O nöqtəsindədir, biri də 8-8-8-dədir. 8-8 nöqtəsini qururam. Kvadratı qurduq. Bu kvadratın sahəsini tapmaq tələb olunur. Şəkildən görürük ki, kvadratın tərəfi 8-ə bərabərdir. Kvadratın da sahəsi S bərabər A kvadrat, 8-in kvadratı nə eləyir? 64. Doğru cavabımız olur nə? 64. 76. Deməli, 76-da X, Y, Z natural ədədlərdir. X vur Y bərabərdir 6, Y vur Z bərabərdir 18. Bizdən soruşur ki, X plus Y plus Z-in ən kiçik qiymətini tapın. X plus Y plus Z-in ən kiçik qiymətini tapmaq tələb olunur. Burada seçmə üsulu ilə tapacağım. Seçmə üsulu ilə. Seçmə üsulu ilə tapmaq üçün mən burada Y-ə çalışacağım böyük ədəd verim ki, bilirik ki, vuruqlardan biri böyük olanda digəri kiçik olur. Ona görə Y-ə nə verirəm? 6 verirəm. Onda X nə olacaq? 1. 6 bölü 1, 6. İkincidə də məcburam ki, Y-ə 6 verim. Onda Z-ə nə verim ki, 18 eləsin? Z-ə 3 verim. Deməli, X oldu 1, Y oldu 6, Z oldu 3. Bu halda cəm daha kiçik olur. 1 üstəgəl 6 üstəgəl 3 cəm oldu neçə? 10. Doğru cavab 76 olur 10. 77 nömrəli suala baxaq. Deməli, X-i verib 5 çıxılsın 2 kök altda 6, Y-i verib 5 üstəgəl 2 kök altda 6. Soruşur X, Y bölünsün X plus Y ifadəsinin qiymətini tapın. 5 çıxılsın 2 kökdə 6, vurulsun 5 üstəgəl 2 kökdə 6. Məxrəzdə də toplayıram. 5 çıx 2 kökdə 6, üstəgəl 5 üstəgəl 2 kökdə 6. Surətdə nə alındı bizdə? Müxtəsər vurma üstü kvadratlar fərqi. 5-in kvadratı çıxılsın 2 kökdə 6-nın kvadratı. Məxrəzdə nə alındı? Mənfi 2 kökdə 6 ilə müsbət 2 kökdə 6 islah olunur. 5 ilə də 5 toplayıram 10. Deməli, surətdə qaldı 25 çıxılsın. 2 kökdə 6-nın kvadratı 24 eləyir. Burada da 10. Qaldı 10'da 1. Bu da nə olur? 0,10'da 1. Deməli, cavabda nə qeyd edəcəksiniz? 0,10'da 1. 78 nömrəli suala baxaq. Deməli, 2 yeşikdir. Birinci yeşik, bu da ikinci yeşik.
Bunlarda cəmisi 50 kiloqram qənd var. Hər gün birincidən 3 kiloqram, ikinciden 2 kiloqram qənd götürülür. 6 gündən sonra yeşikdəki qəndlərin miqdarı bərabər olur. Əvvəl birincidə neçə kiloqram qənd var idi? Birinciyə deyək x kiloqram. Bunların cəmi 50-dirsə, bu birisi də olacaq 50 çıx x kiloqram. 6 gün birinci yeşikdən 3 kiloqram götürüblər. Yəni nə qədər götürüblər? 18 kiloqram götürüblər. 3 vur 6. İkincidən də 50 çıx x-dan da 6 gün hər gün 2 kiloqram götürüblər. Nə qədər götürüblər? 6 vur 2, 12 kiloqram götürüblər. Və bunlar bir-birinə nə olub? Bərabər olub. Həll eləyək bunu. X-ları sola keçirdirəm, ədədləri sağa. Mənfi 18 sağa keçəndə olur, müsbət 18. 2x bərabərdir 56, x da bərabərdir 28. Elə o da birinci yeşki soruşurdu. Biz də elə birinci yeşkiyə nə demişdik? 28 demişdik. Doğru cavabımız nə olur? 28 kiloqram. Doğru cavabımız bu. Həlli qaydası da bu şəkildə yazılmalıdır. Tənliyi quranda birinci işarələmə aparın. Bax, görürsünüz, burada işarələmə apardım. Sonra tənliyi həll edin. Sonra da araşdırın. Yəni bizdən birinci yeşki soruşur, yoxsa ikinci yeşki. Belə yazsa sizə tam bal veriləcək. Sonra 79-a baxaq. Elə bunu belə eləyək. Burada rahat görə biləsiniz siz də. 79-da. Deməli, satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. Bütün şarları satandan sonra 6 manatdan çox gəlir əldə edib. Ən azı neçə şar alıb satmışdır. Baxın bura. Deməli, x şar alıb. Elə deyil. Onda bunların 15 qəpikdən. Birin 15 qəpikdən alıb. 5-i partlayıb baxın. Deməli, x çıx 5 şar satıb. Elə deyil. Birin 12 qəpikdən. Və bu satışdan o 6 manatdan çox gəlir əldə edib. Deməli, bunun satdığı puldan nə qədər satanda buna pul gəlib? 12 qəpikdən alıb, bax görürsünüz, mən də səhvə yol verdim. 12 qəpikdən alıb 15 qəpikdən satıb. Görək bu neçə qəpiyə satıb bunu? 15 vurulsun, x çıx 5 qəpiyə nə edib? Bu qədər pula satıb. 15'i vurdum şarların sayına. Çıxıram bunun aldığı pulu. X şar alıb 12 qəpikdən. Satdığı puldan aldığı pulu çıxıram. Yerdə qalır bunun gəlir. Bunun da gəlir 6 manatdan çoxdur. Axı burada qəpik ilə işləmişik biz. Ona görə mən burada 6 manatı da qəpiyə çevirməliyəm. 6 manat neçə qəpikdir? 600 qəpikdir. Həll eləyə görək. 15x çıx 75 çıx 12x böyükdür 600-dən. Bu da eləyir 3x böyükdür 675-dən. X da böyükdür 225-dən. 225-dən də böyük nə gəlir? 226 gəlir. Aydın oldu. Yəni ən azı soruşduğuna görə 226 götürdüm. Sonra 80 nömrəli suala baxaq. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 cm böyükdür. Biri digərindən 2 cm böyükdür. Və hipotenuzdan 2 cm kiçikdir. Baxaq. Bu katet bu katətdən 2 cm böyükdür. Hipotenuzdan 2 cm kiçikdirsə bu katet böyük katetdən söhbət gedir. Onda hipotenuz bundan 2 cm böyükdür. X üstəgəl 2-dən 2 vahid böyük nə olur? X üstəgəl 4 olur. İndi Pifaqor teoremini yazaq. X-in kvadratı üstəgəl x üstəgəl 2-nin kvadratı bərabər x üstəgəl 4-ün kvadratı. Bunda həll eləməlisiniz. Ətraflı yazıdırsa burada birbaşa. Düzdür. Burada birbaşa cavab görünür. Burada 6-dır. 6, 8, 13 bucaqdır. Amma siz burada nə eləməlisiniz gərək? Ətraflı yazıdırsa axıra qədər həll eləməlisiniz. Sola keçirdirəm. Olur x kvadrat çıx 4x çıx 12 bərabərdir 0. Düz elədim. Buradan da Viet teoreminə görə toplayanda müsbət 4, vuranda mənfi 12. Hansı ədədlərdir? 6 ilə mənfi 2. Mənfi ola bilməz, cavab götürür 6. Amma bizdən nə soruşur? Hipotenuzu soruşur. Hipotenuzu necə götürürsünüz? 6 üstəgəl 4 bərabər 10. Ən sonda cavab yerinə nə yazırsınız? 10 yazırsınız. 81 nömrəli suala baxaq. Sonuncu sualımızdır. Deməli, burada gəlinlə şəkli böyüdüb, şəklin üzərində işləyək. Bunu çəkmək biraz çətin məsələdir. Deməli, 81-ci şəklə baxırsınız. Deyir ki, BC qövsünün uzunluğu 4 pi'dir. BC qövsü görürsünüz ki, bu da yarım çevrədir. Çevrənin uzunluğu 2 pi'yerdir. Yarım çevrənin uzunluğu nə olacaq? Pi'yer. Pi'yer bərabərdir 4 pi'yə. Buradan R tapılır. Hər tərəfdən pi'lər 4. R 4 tapılır. Gətirib burada R'lərin yerinə nə yazıram? 4 yazıram.
A10'u da verib 6. Bu da bura nədir? Perpendikulyardır. Aydın oldu. Perpendikulyar niyə görə dedim? Çünki AB ilə AC bərabərsə, bərabər yanlı tutsa da median həm də hündürlükdür. İndi bu hissənin sahəsini bizdən istəyir. Bu alınan bütün fiqurun sahəsini istəyir. Əvvəl burada nə görürəm? Yarım dairə. Normalda dairənin sahəsi pi r kvadratdır. Yarım dairənin sahəsi olacaq pi r kvadrat böl 2. R-i də 4 tapmışam. Pi vur 4-ün kvadratı böl 2. 16 pi böl 2 bərabər 8 pi. Yarım dairəyi tapdım. İndi üçbucağın sahəsini tapıram. Üçbucağın sahəsi də nədir? 2də 1 AH. ABC üçbucağın oturacağı nə qədərdir? 8. Hündürlüyü nə qədərdir? 6. 2də 1 vur 8 vur 6. Bu da ixtisar gedir. 4, 4, 6-ya vururam 24. Deməli sahəmiz nə oldu? 8 pi üstəgəl 24. Cavabı elə belə də götürürsünüz. 8 pi üstəgəl 24 kvadrat santimetr. Bu qədər. İnanıram ki, izahların bir faydası oldu. Sağ olun.